Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videoda çoxlarımızın hər səhər içmədən günə başlaya bilmədiyi bir içkidən, yəni kofedən danışacağam. Elə bu videoda biləcəksiniz ki, kofe sadəcə enerji verən içkidir, yoxsa orqanizmimiz üçün həm faydaları, həm də zərərləri var. Gəlin bu videoda birlikdə öyrənək görək kofe bədənimizə, ürək-damar sisteminə, yuxuya və zehni fəaliyyətə necə təsir edir. Əgər siz də kofesiz gün təsəvvür edə bilmirsinizsə, bu videonu sona qədər izləyin, videonu bəyənin və öz dostlarınızla paylaşın ki, bu dəyərli məlumatdan hər kəsin xəbəri olsun. Kofe dünya miqyasında ən çox istehlak edilən içkilərdən biridir və çoxları üçün gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Kofenin faydaları və ziyanları mövzusunda çoxlu tədqiqatlar aparılmış və bu içkinin həm müsbət, həm də mənfi təsirləri olduğu ortaya çıxmışdır. Kofenin faydaları və ziyanları arasında eyni zamanda zehni fokuslanma və zehni yorğunluqla mübarizə də yer alır. Digər tərəfdən, kofe istifadə edərkən balansı qorumaq çox vacibdir. Çünki həddindən artıq kofe istehlakı yuxu pozuntuları, yüksək təzyiq və əsəbilik kimi mənfi təsirlərə səbəb ola bilər. Bu səbəbdən kofenin faydaları və ziyanları diqqətlə nəzərdən keçirilməli və doğru miqdarda istehlak edilməlidir. Kofenin faydaları haqqında danışarkən, onun bir çox müsbət təsirini nəzərə almaq vacibdir. Birinci növbədə kofenin faydaları beynin oyanıq qalmasına və daha məhsuldar olmasına kömək edir. Kofe içmək, xüsusilə də səhər saatlarında enerjini artırır və günə dinamik başlamağa imkan verir. Kofenin faydaları arasında metabolizmanın sürətlənməsi, yağların daha effektiv yanması və bu səbəbdən çəki idarəsinin dəstəklənməsi yer alır. Bundan əlavə araşdırmalar göstərir ki, kofenin faydaları yaddaşı gücləndirir və diqqət dağınıqlığını azaldır. Ürək-damar sistemi üçün də müsbət təsirləri olan kofe düzgün dozada qəbul edildikdə sağlam bir həyat tərzinin ayrılmaz bir hissəsi ola bilər. Kofenin tərkibindəki antioksidantlar hüceyrələrin zərərli təsirlərindən qorunmasına kömək edir və bədəni xəstəliklərə qarşı daha güclü edir. Kofenin faydaları çoxları tərəfindən kifayət qədər tanınmasa da, sağlamlıq üçün bir sıra əhəmiyyətli üstünlüklərə malikdir. Kofenin faydaları arasında ilk növbədə mədə və həzm sistemi üzərindəki müsbət təsirlər qeyd edilməlidir. Kofe mədə şirəsinin istehsalını artıraraq həzmi asanlaşdırır və mədə problemlərinin qarşısını alır. Bununla yanaşı kofenin faydaları arasında qan dövranını yaxşılaşdırması və bədənin detoksifikasiyasına kömək etməsi də xüsusi vurğulanmalıdır. Antioksidantlarla zəngin olan kofe orqanizmdəki sərbəst radikalların zərərli təsirlərini azaldır və bu da orqanizmin yaşlanma prosesini yavaşladır. Kofenin faydaları həm də onun yağ yandırma prosesini sürətləndirməsi və beləliklə arıqlama prosesinə dəstək olmasıdır. Bir çox insan üçün maraqlı olan mövzulardan biri də kofe arıqladır iddiasıdır. Araşdırmalar göstərir ki, kofe metabolizmanın sürətlənməsinə kömək edərək bədənin daha çox kalori yandırmasına səbəb olur. Bu səbəbdən kofe arıqladır və kilo verməkdə mühüm rol oynayır. Kofenin tərkibindəki kafein yağ hüceyrələrinin parçalanmasını stimullaşdırır və onları enerji mənbəyi kimi istifadə etməyə təşviq edir. Bu proses bədənin daha çox enerji xərcləməsinə səbəb olur və nəticədə kilo vermək daha asanlaşır. Kofe arıqladır iddiası, kofenin idman zamanı da performansı artırması və daha çox kalori yandırmağa kömək etməsi ilə dəstəklənir. Bu səbəbdən arıqlamaq istəyənlər üçün kofe sağlam bir dietanın və müntəzəm idmanın ayrılmaz bir hissəsi ola bilər. Lakin unutmamaq lazımdır ki, kofe tək başına arıqlamağın bir həlli deyil. Düzgün qidalanma və idmanla birləşdirildikdə təsirini daha da güclü göstərir. Ən çox müzakirə
müzakirə olunan məsələlərdən biri də kofe təzyiqi salır iddiasıdır. Kofenin təzyiq üzərindəki təsiri hələ də müzakirə mövzusudur. Çünki bəzi insanlar üçün bu doğrudur, digərləri üçün isə əks təsir göstərə bilər. Kofe təzyiqi salır dedikdə, müəyyən dozada qəbul edildikdə kofenin qan təzyiqini müəyyən qədər azalda biləcəyi nəzərdə tutulur. Məsələn, müntəzəm olaraq kofe içən insanlarda bədən kofeinə daha çox uyğunlaşır və bu da kofenin təzyiq üzərindəki təsirini azaldır. Bununla belə kofe təzyiqi salır təsiri hər kəsdə eyni olmaya bilər. Çox miqdarda kofe qəbul edildikdə təzyiqin əksinə yüksəlmə riski də vardır. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkən insanlar kofenin miqdarına diqqət edərək qəbul etməlidirlər. Kofe təzyiqi salır fikri əsasən kofenin damarları genişlətməsi və qan axınını artırması ilə əlaqələndirilir. Lakin hər bir bədənin kofeini fərqli şəkildə emal etdiyi unudulmamalıdır. Buna görə də təzyiq problemi olan insanlar kofeni diqqətlə və ölçülü şəkildə istehlak etməlidirlər. Bildiyiniz kimi hər şeyin dozası olduğu kimi, kofenin də düzgün dozada qəbul edilməsi vacibdir. Bu halda kofe sağlam həyat tərzinin bir hissəsi ola bilər. Ancaq həddindən artıq içildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər gündə maksimum 2-3 fincan kofe qəbulunu tövsiyə edirlər. Kofe ziyanları haqqında danışarkən onun həddindən artıq istehlak edilməsinin yaratdığı problemlərə diqqət yetirmək vacibdir. Kofenin yüksək miqdarda istehlakı ilk növbədə yuxusuzluq və əsəbilik kimi problemlərə səbəb ola bilər. Kofe ziyanları arasında ürək çarpıntısı, baş ağrısı və hətta yüksək təzyiq də yer alır. Bununla yanaşı kofe bəzi insanlar üçün asıllıq yarada bilər və bu da onun istehlakını tənzimləməkdə çətinlik yaradır. Həddindən artıq kofe qəbul edildikdə orqanizm artıq kofeini emal etməkdə çətinlik çəkir və bu da sinir sistemində pozuntulara gətirib çıxara bilər. Kofe ziyanları arasında xüsusilə qeyd edilməli olan bir məqam da onun bədəndəki mineralların, xüsusilə də kalsium səviyyəsini aşağı sala bilməsidir. Bu isə uzun müddət ərzində sümüklərin zəifləməsinə səbəb ola bilər. Buna görə də kofeni tərkibindəki kofein miqdarını nəzərə alaraq ölçülü şəkildə istehlak etmək çox vacibdir. Deməli, əziz dinləyicilər, gördüyünüz kimi kofe həm doğru miqdarda içildikdə faydalıdır, həm də həddindən artıq içildikdə zərərli ola bilər. Əsas məsələ balansı qorumaqdır. Əgər video sizə maraqlı gəldisə, bəyəni düyməsini basmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda digər bitkilərin fayda və zərərlərini birlikdə öyrənəcəyik. Sağlam qalın, növbəti videoda görüşərik. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.